Salam müəllimlər, mən Nurlanə Muradova. Bugün ümumi təhsil sahəsində təhsil alanın, təhsil verənin və valideynlərin hüquq və vəzifələri haqqında danışacağıq. İndi görək, hüquq və vəzifələr nədir? Hüquq odur ki, hüququ biz tələb edirik, bizim haqqımız olandır. Vəzifə isə bizdən tələb edilir. Biz onu yerinə yetirməliyik hansı ki. Öncə gələk təhsil alanların hüquqlarına, yəni şagirdlərin hüquqlarına. Şagirdlərin hansı hüquqları var? Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq. Sonra təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri və fakultativ kursları sərbəst seçmək. Sonra dərsliklərlə pulsuz təmin olunmaq, təhsil aldığı müəssisədən asılı olmayaraq, biliyinin yenidən qiymətləndirilməsini tələb etmək. Yəni qiymətləndirilmədən məmnun deyilsə, qiymətləndirməni yenidən tələb edə bilər. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Şərəf və ləyaqətini aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Sonra ödənişsiz psixoloji yardım almaq. Təbii ki, təhsil müəssisəsindən gedir söhbət. Məktəbin mövcud infrastrukturundan, yəni tədris, informasiya, mədəni məişət, idman, sağlamlıq mərkəzlərindən, həmçinin laboratoriya, kitabxanalardan istifadə etmək. Məktəbdən kənar təhsil müəssisəsinin imkanlarından istifadə etmək. Sonra ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək. Təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə olimpiyada, bilik yarışları, fən müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə iştirak etmək. Qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Demək, bunlar şagirdlərin, təhsil alanların hüquqlarıdır. Bəs ümumi təhsil müəssisəsini demək, şagirdlərin təhsil prosesi ilə bağlı olmayan işlərə cəlb edilməsi yol verilmir. Şagirdlərə aid olmayan işlərə şagirdlərin cəlb olunması yol verilmir. İndi gəldik, bəs şagirdlərin vəzifələri hansılardır? Vəzifələri odur ki, dövlət təhsil standartına uyğun bilik və bacarıqlara, vərdişlərə yiyələnmək, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək, pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq, dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək, öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək, sağlam həyat tərzi keçirmək, qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Bunlar da oldu təhsil alanların vəzifələri. İndi ümumi təhsil sahəsində təhsil verənin hüquq və vəzifələri. Təhsil verənlər müəllimlərdir. Müəllimlərin hansı hüquqları var? Baxaq ora. Təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesini təşkilində və idarə olunmasında fəal iştirak etmək, həmçinin təkliflər irəli sürmək. Yəni, müəllim məktəbin idarə olunmasında təklifini bildirə bilər, fikrini bildirə bilər. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Hər kəsin onun şərəf və ləyaqətinə hörmətlə yanaşmasını tələb etməlidir müəllim. Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək. Tədrisin metodik vəsaitlərlə təmin olunmaq. Yəni, məktəbdə metodik vəsaitlərlə təmin olunmaq. Həmçinin müəllim yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək hüququndan istifadə edə bilər. Mükafatlandırılmaq, təltif olunmaq, təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələri seçmək və seçilmək. Yəni, müəllim təhsil müəssisəsində vəzifə tuta bilər, vəzifələrə seçir və seçilə bilər. Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
İndi gəldik, bəs müəllimin vəzifələri hansılardır? Müəllimin vəzifələri ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırmadan keçmək. Baxın, sertifikasiyadan keçmək bizim hər birimizin vəzifəmizdir. Təhsil proqramlarının, kurikulumların mənimsənilməsini təmin etmək və keyfiyyətli təhsil vermək. Müəllim keyfiyyətli təhsil vermək üçün kurikulumu mənimsəməli və yeni tədris metodunu bilməlidir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək. Əlbəttə, müəllim yeni metodları, sonra elmi-texniki inkişafı bilməli və həmin onları şagirdlərdə tətbiq edib öyrətməlidir. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, konstitusiya və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumi bəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılamaq. Bir sözlə belə deyirik, şəxsiyyət yetişdirməlidir. Şəxsiyyət yönümlülük prinsipini əsas tutmalıdır. Müəllimin vəzifəsi odur. Təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllimin nüfuzunu yüksək tutmaq və ən önəmlisi ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq. Daha sonra təhsil alanların fiziki və psixi zorakılığının bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək. Əlavə məşğələlər təşkil etməlidir müəllim, sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirməlidir. Bu da müəllimin vəzifəsidir. Valideynlərlə əməkdaşlıq etmək. Təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmalıdır hər bir müəllim. Məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək. Təhsil alanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq. Bir də qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. İndi gəldik təhsil müəssisəsində valideynlərin hüquq və vəzifələrinə. Valideynlərin hüquqları nədir? Yetkinlik yaşına çatmayan övladları, həmçinin qəyyumluğunda və himayəsində olan şəxslər üçün təlim-tərbiyə müəssisəsini seçmək. Bu valideynin hüququdur. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının yaxud da qəyyumluğunda və ya himayəsində olan şəxslərin dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq. Valideynin hüququdur ki, istənilən vaxt övladı haqqında məlumat alsın. Təhsil alanların hüquqlarını müdafiə etmək, bu tək öz övladı deyil, yerdə qalan digər təhsil alanların da hüququnu müdafiə etmək valideynin hüququdur və təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək. Söhbət burada məktəbə rəhbərlik etməkdən getmir, idarə olunmasında məsləhətləşmədən gedir. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Sonra qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Bəs valideynin vəzifələri nədir? Övladlarının, yaxud da qəyyumluğunda və ya himayəsində olan şəxslərin erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların ümumi icbari təhsilə, yəni ümumi orta təhsilə təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq, övladlarını humanistlik, vətənpərvərlik, Azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək. Deməli, həm valideynin, həm müəllimin vəzifəsidir şəxsiyyət yetişdirmək. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək və işgüzar nüfuzunu qorumaq.
qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Bunlar valideynlərin vəzifələridir. Qeyd. Övladını təhsildən yayındıran valideynlər bu qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Demək, müəllimlər, nə dedik? Hüquq bizim haqqımız olandır. Biz tələb etdiyimizdir. Vəzifə bizdən tələb ediləndir. Biz onu yerinə yetiririk. İndi nə cür tapa bilərik? Əməkdaşlıq etmək burada təhsil alanların və təhsil verənlərin bu vəzifəsidir. Əməkdaşlıq etmək. Təhsil alanlar həmkarla, məktəb rəhbərliyi ilə, sonra valideynlərlə, psixoloqla əməkdaşlıq edirdi. Təhsil alanlar bir-birləri ilə əməkdaşlıq edirdi. Həmçinin valideynlər də əməkdaşlıq etməlidir məktəb rəhbərliyi ilə, müəllimlərlə. Daxili intizam qaydalarına riayət etmək hər kəsin vəzifəsidir. Təhsil alanın, təhsil verənin və valideynin daxili intizam sözü varsa vəzifədir. İndi gəldik hüquq. Hüquqlar hər kəs üçün sərbəst seçmək, təmin olunmaq, fikir bildirmək. Bu hamı üçün hüquqdur.